Herkese salam. Biz bugün sizinle 16 noyabr tarixində dəyər nəşrlərinin fizika suallarına baxırıq. Avtomobil 2 saata 120 km, sonraki 2 saata 200 km yol gedib. Bütün yolda avtomobilin orta sürətini hesablayın. V orta bərabərdir ümumi yolun ümumi zamana nisbəti. Ümumi yol dedikdə S1 üstəgələk S2, T1 üstəgələk T2. 2 saata 120 km gedib. Növbəti 2 saata da 200 km gedib. Cəmliyində 320 km 4 saata gedib. Bu da 80 km ortalama sürət qazanmış olub. Gələk növbəti suala. Sükunət vəziyyətindən düz xətli bərabər təcili hərəkətə başlayan cismin təcili hansı ifadə ilə təyin olunur? Təcilin düsturu A bərabərdir V minus V0 böl T'dir. Sükunət dediyi üçün V0 sıfırdır. Yerdə qalır V böl T. Bu da uyğundur Y variantına. Düzxətli bərabər yeyinləşən hərəkət edən cismin sürətinin zamandan asılı qrafiki hansıdır? Düzxətli bərabər yeyinləşəndə, ümumiyyətlə yeyinləşən hərəkətdə sürətin zamandan asılılığı qrafikin T'dən uzaqlaşmasına uyğundur. Fikir versəz, get-gedə T'dən uzaqlaşır. T'dən uzaqlaşmağa doğrudur. Cavabımız olur B variantı. Hansı fiziki cəmiyyətin vahidi BC-də əsas vahiddir? Yolun vahidi metrdir, sürətin vahidi metr böl saniyədir, kütlənin vahidi kiloqramdır, zamanın vahidi saniyədir, qüvvənin vahidi newtondur. Və ikinci sürətin vahidi metr böl saniyə əsas vahidlərdən ifadədir. Yəni bu cavabımız deyil. Kütlənin vahidi üçüncü doğrudur. Yolun vahidi metr doğrudur. Zamanın vahidi saniyə doğrudur. 5. Qüvvənin vahidi BC-də vahiddir, amma əsas vahid deyil. Demək ki, nə oldu? 1, 3 və 4. C variantı doğru cavabdır. Kütləsi 20 qram olan top, 200 qram olan top, kütləsi 5 kiloqram olan dirəyə zərbə anında 80 Newton qüvvə ilə təsir edərsə, dirək topa hansı qüvvə ilə təsir edir? Newtonun 3-cü qanununa əsasən təsir əks təsirə bərabərdir. Yəni, hansı qüvvə ilə təsir edirsə, o qüvvə ilə də cavab görmüş olur C variantı. 81-ci sualda cismə tətbiq olunmuş modulları 30 və 50 olan iki qüvvənin bu cismə verə biləcəyi ən kiçik təcil, ən böyük təcil A2-dir. A2-nin A1-ə nisbəti. Bu qüvvələrin cismə, tutalım ki, belə bir cisimdir. Bu cisimə həmin qüvvələrin verə biləcəyi ən böyük təsir 30 Newton, 50 Newton eyni tərəfə yönələrsə, nə olur? F bərabərdir, F əvəz bərabərdir 30 plus 50. Bu da olur 80 Newton. Eyni bir cismə ən kiçik qiymət ala biləcəyi nə zaman olar? Əksinə yönəldikdə 50 Newton və 30 Newton. Burada əvəzi tapanda 50-dən nə edirəm? 30-u çıxıram və nəticədə qalır 20 Newton. Və ən kiçik təcilin ən böyük təcil A2-yə nisbəti A1-in A2-yə nisbəti. F əvəzləyici nədir? F əvəz bərabərdir MA-dır. A-nı tapanda əvəzi M-ə bölürəm. Və demək ki, təcil ilə qüvvə düz mütənasibdir. A1 hansıdır? F əvəz 1 işarə edək. Buna da F əvəz 2. Yəni, ən kiçik qiyməti çıxanda olub, ən böyük qiymət toplayanda. F əvəz 1-i bölürəm F əvəz 2-yə. Bu da olur 20 Newton böl 80 Newton. 4-də 1 A variantı. F3-cü, deməli, nə deyir? 82-ci sualda F3 qüvvəsinin hansı qiymətinə cisim düzxətli bərabər sürətli hərəkət edir? Düzxətli bərabər sürətli hərəkət etməsi üçün sol tərəfdə olan bu qüvvənin daha doğrusu sağ tərəfdə olan bu iki qüvvəyə bərabər olması lazımdır. Bərabər olması üçün nə olması lazımdır? F1 bərabərdir F3 plus F2. F3-ü mən tapanda F1-dən F2-ni çıxıram. Bu da olur 50 çıxaq 30. Bu da 20 Newton olmuş olur ki, cavab B variantında var.
Cismin təcilinin ona təsir edən əvəzləyici qüvvənin qiymətindən asılı qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. M bərabərdir F bölünsün A-ya. Bu da bərabərdir 30 bölünsün 6. Bu da 5 kiloqram edər ki, cavabımız B-də göstərilir. Kütlələri 200 və 500 olan iki cismin qarşılıqlı təsir zamanı, tutalım ki, M1 200'dür, verib bunu onsuz da, M2 də 500'dür, bunu da verib. İkinci cismin aldığı təcil 4 metr böl saniyənin kvadratıdır. Birinci cismin aldığı təcili hesablayın. Newtonun ikinci qanuna əsasən A bərabərdir F bölünsün M. Yəni A1 böl A2 bərabərdir M2 böl M1. Tərs asılıdır. Yazıram A1 böl A2 böl 4. M2 500'dür, M1 200'dür. Getdi, qaldı, bərabərdir 2'də 5. A1'i tapanda nə edirəm? 4'ü 5'e vurub 2'ye bölürəm. Bu da eləyir 10 metr böl saniyənin kvadratı. Cavab Y variantında verilir. Tarazlıqda olan dinamometrin göstəricisine əsasən cismə təsir edən ağırlıq qüvvəsinin qiyməti və cihazın xətası. Əqrəb haranı göstərirsə, qüvvənin qiyməti odur, 8 Newton. Cihazın xətası dedikdə bir bölgünün yarısı. Baxın, 0, 1, 2, 3, 4. Demək ki, nə olur? 1 Newton arta gedir. Hər bölgü 1 Newtondur. Xətanı tapanda həmin bu bölgünün qiymətinin yarısı, yəni 0,5 Newton. D variantı. Yox. C variantı. Yanlış da oldu. 86-cı sual. Dövrətmə periodu 12 saniyə olan cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. El nöqtəsini keçdikdən sonra ilk 6 saniyə ərzində cismin yer dəyişməsinə modul. El nöqtəsini keçir və periodu nə qədərdir? 12 saniyə. Yəni bu cisim eldən çıxır, saata görə istiqamətində fırlanır, təzədən gəlib elə çatır. O zaman nə olur? Periyodum 12 saniyə olur. 6 saniyə o deməkdir ki, yəni ümumi 12'nin yarısı. Bu da gəlib düşür bura. Tutalım ki, bura olsun K nöqtəsi. Deyir ki, yer dəyişməsini tapın. Bu zaman nə edəcəm mən? Eldən K'ya bir dənə xətt uzadacam. Və bu xətt nə olur? Diametr olur. Bir bölgünün qiyməti 5 olduğu üçün diametr bərabərdir. 1, 2, 3, 4, 5, 6 bölgü. 6 vurulsun 5. Bu da eləyir 30 santimetr. D variantı. 87-ci sual. Dövrətmə periyodunun sabit qiymətində periyod sabitdir. Radiusu 2 dəfə azaldıram. Sürət necə dəyişir? V2 böl V1. V bərabərdir 2 pi R böl T. Periyod sabit olduğu üçün V ilə sürət ilə radius düz asılıdır. Və V2 böl V1 nəyə bərabərdir? R2 böl R1'ə. Yəni, bərabərdir 2'də 1'ə. 2'də 1 tapmalı deməkdir ki, yəni bu kəmiyyət 2 dəfə azalıb. 2 tapanda, yəni cavabı bərabərdir 2 tapıramsa 2 dəfə artma deməkdir. Amma 2'də 1 tapanda həmin məxrəcdə olan qədər azalma deməkdir. Bu da olur A variantı. 88-ci sual. Cisim verilmiş radiuslu çevrə üzrə saat əqrəbinin hərəkəti istiqamətində hərəkət edir. K nöqtəsini keçən anda bu cismin sürət vektorunun istiqaməti. K nöqtəsini keçəndən sonra şaquli yuxarı yönəlir. Cavab olur A variantı. Niyə belə oldu? Çünki saat əqrəbi istiqamətində gedir. Əgər ki bu şəkildə getsəydi, saat əqrəbinin əksinə K nöqtəsində, həmin bu K nöqtəsində hara yönələrdi? Şaquli aşağıya doğru. Yəni, qısacası sürət çevrəyə toxunan istiqamətdə yönəlir. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Cisim çevrə üzrə bir nöqtədən hərəkətə başlayıb yenidən həmin nöqtəyə gəlirsə, həmin nöqtəyə gəlməsi bir tam periyod adlanır. 3'də bu verilib. Bərabər zaman aralığında təkrarlanan hərəkət periodik hərəkətdir. Cismin çevrə üzrə bir tam dövrünə sərf etdiyi zaman dövr etmə periyodudur. Vahid zamandakı dövrlərin sayı. Zamandakı dövrlərin sayı isə dövr etmə tezliyidir. 1.
Demək cavabımız nə oldu? 3, 4, 2, 1. C variantı. 90-cı sualda ağırlıq qüvvəsi və çəki 3-ün Eyler-Venn diaqramı. Vahidi Newtondur. Həqiqətən də çünki niyə ağırlıq qüvvəsi onsuz da qüvvədir, amma cismin çəkisi dayağa və askıya təsir qüvvəsi olduğu üçün onun da vahidi Newtondur. Vektorial kəmiyyətdir. Hər ikisi vektorialdır. Yer və ya digər göy cisimlər tərəfindən təsir edən cazibə qüvvəsidir, ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və askıya tətbiq etdiyi qüvvədir. Bu da 4. Demək ki, nə olur? 3, 4, 1, 2. Y variantı. Bu qədər izlədiyiniz üçün təşəkkürlər. Növbəti izahlarda görüşənə qədər.